Və bəli, ilk motor dərsimin 10-cu dəqiqəsində özümü xəstəxanada tapdım. Əsla ağlıma gəlməzdi ki, ilk dərsin ilk dəqiqələrində motoru verib sür deyərlər. Mən fikirləşirdim sadəcə mən olacağım, müəllim sakit-sakit izah eləyəcək, gedəcəm evdə nəyin harda olduğunu əzbərləyəcəm. Sonraki dərsdə isə çox geniş bir ərazidə rahat-rahat sürəcəm. Gəldim gördüm bir məktəbin balaca həyətində 8-9 nəfər motorcu var. Hamısı da yeni öyrənən xaotik bir şəkildə sürürlər. Və məni də saldılar bu 8-9 motorcunun arasına, dedilər sür. Fikirləşdim yəqin sürmək çox asandır ki, mənə güvənirlər, bu şəkildə verirlər ki, sür. Əslində mən də sürməyə başladım. Hətta yadıma gəlir ki, sürürəm deyə qışqırdım. Amma tam həmin hissədə elə bil mənə aydınlama gəldi ki, necə yəni sürürəm. Və birdən ətrafımdakı motorların çoxluğunun fərqinə vardım. Həyəcan hissi yerini panikaya buraxdı. Elə nə oldusa ondan sonra oldu. Deyəsən əyləcə basmaq yerinə qaz vermişəm. Elə bilirdim ayağım qırılıb, amma o anın şoku ilə hiss eləmirəm. Ona görə çox ehtiyatlı bir şəkildə xəstəxanaya getdik. Yaxşı ki də getmişik, çünki diz altında zərbədən sıyrıq və şişkinlik, diz üstündə isə kəsik var idi və tikiş atılmalı oldu. Amma yəni ilk dəfədən minən kimi sürdüməyə zaten məni çox qorxutdu, paniklətdi. Nətər yəni sür. Bir maşın sürsən deyirəm, hə, de bax sür. Adam soruşar velosiped sürürsənmi? Ay ağrıyır. Orada dedim ki, bir dayanım. Amma dayana bilmədim. Yəni o qədər sualla dolu şeylər anlatdı ki, elə ki öyrədən insan deyildi də, sürə bilən insan idi. Debriyajı burax, qazı ver, sür. Deyirəm, yaxşı bəs tormoz verməsini nə edəcəm? Təsdiqlətmək istəyirəm ki, sağdakı tormoz idi mi? Sağda basan yerdə. Deyir ki, o çox təhlükəlidir, ondan istifadə eləmə. Sür nə idi? Onu istifadə eləmə nədir? Nəysə ki, ilk motor dərsim bu şəkildə keçdi. Sizcə davam eləməliyəm, yoxsa zirvədə buraxmalıyam?